Salam hamınızı, Novruz bayramınız bir de mübarək. Bayramdan sonra artıq işə başlamışıq. Gördüyünüz Defender avtomobili ilk qəbul edildiyimiz avtomobillərdəndir. Avtomobil Avropadan gəlsə də çox çirkli vəziyyətdədir. Hal-hazırda kimyəvi təmizləmə işləri başlayıb, biraz hissələr olunub. Sonunda nəticəni sizə göstərəcəyik. Gördüyünüz iki rəngli Bentley Bentayga avtomobili də bayramdan sonra təhvil aldığımız avtomobillərdəndir. Avtomobil tam olaraq detallı kimyəvi təmizləmə, salon dərisinin keramikası, polirovka və 3K keramika olacaq. Bundan əlavə bizim detallı moykamızdan da yararlanacaq. Növbəti təhvil aldığımız proyekt isə Volkswagen ID.6 avtomobildir. Avtomobilin qabaq buferində hissəli rəng üçün hazırlanır. Çox cüzi lokal olaraq hissi rənglənəcək və heç bir seçilmə, heç bir fərq hiss olunmayacaq. Arxa buferi isə burada gördüyünüz kimi zədəli olduğu üçün arxa buferdə hissəli rənglənəcək. Tam zavaskı vəziyyətinə qaytaracaq. Və növbəti təhvil aldığımız, bayramdan sonra təhvil aldığımız avtomobil Range Rover Vogue avtomobildir. Bu avtomobildə isə B-klassika, kimyəvi təmizləmə, polirovka, disklərin əylənməsi və bir çox xidmətlərlə istifadə edəcəyik. Hazırda davam edən proyektlərimizdən biri Jeep Grand Cherokee avtomobildir. Avtomobil tam olaraq Black Edition olunacaq, disklər daxil, daha aqressiv bir görünüş əmələ gələcək. Salonda işlərimiz olacaq, kimyəvi təmizləmə, detallı cilalama, keramika və bunun kimi bəzi rəng işləri olacaq. Növbəti təhvil aldığımız avtomobil isə Audi Q7 avtomobildir. Avtomobil tam olaraq səliqəyə salınması üçün, detallı səliqəyə salınması üçün dünyanıza yaxınlaşır. Hal-hazırda sökmə işləri gedir. Arxada plonkaların təzələnməsi, yenilənməsi, şüşə plonkası və kimyəvi təmizləmə, polirovka, bütün xidmətlər bu maşında demək olar olunacaq. X5 avtomobili isə daimi müştərimizdir. Avtomobilin tavan və dam hissəsi, kapot hissəsində bəzi problemlər var, hansı ki hal-hazırda burada göstərə biləcəm sizə. Naməlum şəraitdə gördüyünüz kimi işıqlardan hiss olunur. Hər hansı bir kimyəvi maddənin dağılması nəticəsində kapot və dam bu vəziyyətə düşüb, hal-hazırda bunu aradan qaldırırıq. Sonda nəticəni yenə sizə göstərəcəm. Hazırda davam edən proyektlərdən biri Range Rover avtomobildir. Avtomobil bizim yanımıza detallı cilalama və kimyəvi təmizləmə üçün yaxınlaşsa da, arxa sağ krılosunda qeyri-peşəkar rəng işləri olduğunu aydınlaşdırır və hal-hazırda onu yenidən rəngləyib zavaskoy vəziyyətinə qaytaracaq. Ondan sonra isə polirovka işləri davam edəcək. Növbəti yanımıza yaxınlaşan avtomobil daimi müştərimiz Bentley avtomobildir. Avtomobil salon gözəl belə azur və bej rəngində olduğu üçün bejlərin daha çirklənməsi riski daha çoxdur. Hal-hazırda avtomobilin bu hissələrini təmizləyib, tam kimyəvi təmizləmə edib, daha doğrusu bu hissələrinə, dəri hissələrinə hamısına keramika vuracaq. Siz də avtomobilinizi təmizləmək, qorumaq və yaza yaya hazırlamaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.